Salam dostlar. Bugün çox vacib və deyərdim ki, mənim özüm üçün də bir vaxtlar e, mühüm olan bir mövzu haqqında danışmaq istəyirəm. Niyə həyatımız dəyişmir? Heç özünüzə sual vermisinizmi? Niyə həyatım dəyişmir? Bir vaxtlar bu sualı mən özümə çox verirdim. Səbəbini axtarırdım. Səbəbini ən çox da ətrafda axtarırdım, özümdə yox. Düşünürdüm ki, mənim problemim belə deyim, mənim çevrəmdədir, nə bilim, durduğum insanlardır. Xeyr. İnsan çox vaxt məlumat alır, videolar izləyir, amma heç nə dəyişmir. Quranda bunun bir cavabı var. Deyir, Allah bir qövmün vəziyyətini onlar özləri dəyişməyincə dəyişmir. Yəni, bu o deməkdir ki, insan birinci daxilən dəyişməlidir ki, ətrafdakı hadisələr ona uyğun dəyişsin. Yəni, necə olur bu proses? Bu proses dərindir əslində. Mən sizə çalışacağım bunu rahat bir yolla izah edim. Ona görə də istərdim ki, siz bu videonun sonuna qədər izləyin və əgər sualınız olsa, zəhmət olmasa kommentdə yazın. Mən onu təbii ki, cavablandıracağam. Deməli, planetimiz elə bir şəkildə qurulub ki, hər şey enerjidən ibarətdir. Və sənin ətrafında da olan insanlar və yaxud da ki, hadisələr, hər şey, pul, sənin içindəki enerjindən yaranır. Yəni, əgər sən daxildə özündən razı deyilsənsə, özünə güvənin yoxdursa və yaxud da ki, nə bilim, düşünürsən ki, mən yetəri qədər pul qazanmıram və yaxud da ki, pul mənə yetəri qədər çatmır. Bu o deməkdir ki, sən özünü o yolda proqramlaşdırırsan aşağı vibrasiyalara, yəni aşağı frekansa və ona uyğun da insanlar həyatında başlayır, belə deyim də, gəlməyə belə. Yəni, hamı sənin güzgündür. Sən güzgüdə özündən başqa heç bir şəxsi görə bilməzsən. Yəni, mənim öz həyatımda da mənim, misal üçün, keçmişdə uşaqlıqda aldığım travmayla elə bir insan, elə bir də mənim kopyam münasibətdə idi. Yəni, münasibətdə mən o insandan olmuşdum. Yəni, elə bir qadın həyatımda vardı. Mənim bütün uşaqlıq travmalarımı üzə çıxartdı. Özgüvənsizliyimi mənə göstərdi. Ki, insanlara güvənmirəm, onu mənə göstərdi. Sonra mən başa düşdüm ki, bu insan mənim aynamdır, yəni güzgümdür. Deməzdim ki, gec başa düşdüm, ancaq vaxtında başa düşdüm ki, mən daxildən dəyişməliyəm. Mən də əvvəl videolar izləyirdim, çox videolar izləyirdim. Bu bir, necə sizə deyim, illüziya idi. İllüziya. Yəni, sizin beyniniz bir növ necə deyim bunu, həzz alır siz neysə öyrənəndə. Və o həzz belə deyim də, istəyir ki, siz daha çox video izləyirsiniz və on sözü istifadə eləmək istəmirəm YouTube-da. Yəni, o yəni qısa desə həzz alır, ona görə istəyir ki, siz daha çox izləyəsiniz. İzləməklə tək iş bitmir. Siz onu həyatınıza daxil eləməlisiniz, o halı, belə deyim də, içərdə. O hal içərdə olmayanda, yəni siz içərdə o boşluğu hiss eləyəndə və görürsünüz ki, boşluq var, mən video izləyim, görüm, 1, 2, 3, 4, elə mental bir həzz alırsınız, amma ortada bir şey yoxdur.
bunu dəyişmək üçün içəridəki proqramlarınızı dəyişməlisiniz. Yəni gözləməli deyilsiniz ki, kimsə gələcək, münasibətim olacaq, mən xoşbəxt olacağam. Pul gələcək, mən xoşbəxt olacağam. İllüziyadır. Elə deyil. Elə işləmir bizim dünya. Hamı burada səhv edir. Sizin daxili vəziyyətinizə hər şey gəlir. Mən oturum gözləyim. Pul gəlsin, mən gedəcəm, çox səyahət edəcəm. Başa düşürəm. Hamı elə istəyir. Çünki hər şeyin bir növ bizim kapitalizm dövrümüzdə pul həllidir. Amma elə deyil. Enerji levelində elə işləmir proseslər. Birinci deyir ki, sən o rezonansda ol, ona yoğun hadisələr gəlsin. Birinci o ol, istədiyin ol. Nə olmaq istəyirsən? Bir otur, telefonu söndür. Telefon ən böyük düşmandır, bunu sizə deyim. Çox enerjinizi yeyir o. Çalışın 5 dəqiqə söndürün, düşünün və o beyin elə bir şeydir ki, siz sual verəndə ona yatmamışdan da öncə. Çünki beyin o vaxt səhv etmirəmsə teta frekansına keçir. Onda beyinə sual verin və o sualı ya yuxuda görəcəksiniz cavabını, ya da ki səhər durandan sonra bir növ düşüncə formasını sizə gələcək. Ona görə hər kəs çalışaram videonu qısa eləyim. 8-9 dəqiqədən çox olmasın. Amma mövzu böyük mövzudur, inanın mənə. Çox yəni 1 saat da danışmaq da olar, 2 saat danışmaq olar. Mən çalışıram bunu qısa sizə izah edim. Qısacası siz özünüz içəridən dəyişməlisiniz. Və o şəxs olmalısınız. Nə olmaq istəyirsinizsə. Hər kəs sevədən bu individualdır. Bir nə bilim, həyatında çox pul istəyir. İçərdən o enerji olmalıdır ki, məndə çoxlu pul var. Olmayaraq da, yəni o pul yoxdur həyatında fizik olaraq. Amma o artıq içərdən onu hiss edir. O olmayanda qıraqdakı özdə dünya sizə bir şad xəbərim var. 2026-cı ildə yeni bir frekansa keçib. Düşüncələrin dərhal öz əksini tapır. O qədər tez bir frekansa keçib dünya. Bu böyük bir şansdır. Hamı üçün, elə özüm üçün də. Yəni 9 illik sikl başlayır və bu 9 illik sikldə görürsünüz nələr baş verir. Bu hamısı aşağı frekansda olan şeylərin hamısını üzə çıxardır. Yəni bir növ işıq gəlir, güclü frekansın işığı gəlir. O aşağıda olanları, negativdə olanları hamısını öz işığından vurur. Yəni siz də böyük bir işıq olmalısınız, böyük bir lampa olmalısınız ki, siz o negativi, çünki negativ aşağı, daha doğrusu frekansda leveldə olanlar yüksək titreşimə tab gətirmir və o məhv olur. Yüksək titreşim. Yəni yüksək titreşim olmalısınız bir növ. Ki o aşağı titreşimdə olanlar hamısı məhv olunsun. Və indi də görürsünüz nələr baş verir. Belə şeylər YouTube'da demək olmur da, istəmirəm. O hamısı, o fayllar çıxır ortaya. Onlar hamısı nəyə görə çıxır ki, onlar artıq dözmür o, tab gətirmir o aşağı titreşimə və yüksək titreşim də onlara başlayır hamısını atmağa çölə. Bu belədir əzizlərim. Yəni düşünürəm kifayət qədər uzun oldu video, uzun eləmək istəmirəm. Həm də rahat olsun sizə izləməyə. Sualınız olsa yenə də yazın. Xahiş edirəm. Yəni mən də marağı olar və video göndərə də bilərsiniz dostlarınıza, tanışlarınıza və zəhmət olmasa like düyməsine də basın ki, alqoritm onu başqalarına da ötürsün, başqaları da faydalansın. Çox sağ olun. Növbəti görüşlərə qədər özünüzə yaxşı baxın. Sağ olun.